Sabahınız xeyir olsun qızlar, hər vaxtınız xeyir olsun. Gəlmişik, bunda maroz aparıb baxçamıza. Abası qoyduq, indi Raisini qoyaraq gedəcəm yürüyüşə bugün. Yeni vlogu başladıram. O qədər saçlar uzanıb, bugün gəlir saçlarımı həll edeyim bunu. Biz yürüyüşümüzü elədik, biraz elədik. Çünki hava çox soyuqdur və mənim işlərim var. Əslində bizim yanımızda mağaza açılıb. Buranı bir dəfə çəkmişdim. Salam. Bir dəfə çəkmişdim, dedim qoy bir də çəkim. Belə bir mağazadır. Əvvəl burada Atlas var idi, onun yerini açılıb. Qəşəng xırda var. Yəni bu Instagramda, TikTokda falan gördüyünüz bütün məhsullar var buralarda. Ne var oğlum? Tut qazlar, bir şey deyim qızlar, bunlar heç saxlamır, adamlarını yandırır. Yalan deyirlər onu. Uzanan bir çöldürən şat. Bilirmi? Hə. Bu bilsiz nədir? Bunu şivabra saxlayan, hə, divara vursunuz, şivabra saxlayın. Mən də bunun şeydən, Temu'da zakaz eləmişdim. Qablar. Maraq oldu. Ay qız, necə soyuqsa əlim tutmur. Rumka, qəşəng rumka deyə. Çaşkalar. Ampuller. 12'lik. Mənə böyük ampul lazım deyil. Əsi bax, bu led işıqdır. Led. Dolabın içine asırsan, ondandır. Bunlardan da var. Bax, bundan da var əsi. 27 manatdır. Tuvaletin üstü. Ondansa şey yaxşıdır, əsi. Belə, list mən qoymuşam, list. O yaxşıdır. Eşənə deyə bilərsən, deyə. Nədir bu? Tiftik təmizləyən aparatdır. Bu da 13 manat. Ayda buradan blender almalıyam. Rafın blenderi çox yaxşıdır ya. Ha deyirəm gəlib alacağam ay. Hə, gəlib gəlib götürəm. Qonşum blenderini qaytarım. Qonşum blenderini götürmüşəm. Telefon saxlayan hər bir şey var da yanmışım. Var ha. Ha. Sonra görə bıçaqlar da. Buradan yekəvandan almışdım da mən. Hə, elə bil əsi. Dayan görüm. Hə. Bu taslardan göğalaz edim. Sən ondan deyirsən, hə. Bu vannanın lap böyüdür, o qutarıb belə yekə. Elə onlardan götürək. Bu vanna nətərdir? Vanna. Bu vanna qapaqsız dözü qəşəng. Bunda da görək sonra nə var. Buna bax, əsi, əl blenderi, doğrayıcı. Soğan çəkən. Mən də o birindən aldım. Bıçaqlar da var. Qəşəng şeylər var. Mən keçən səfər o şeyi aldım. Dəsmal buradan almışdım. Qoyum o dəsmaldan var. Hayda, nələr var burada? Termosumka da var. Su qabları var, ayaqqabı içlikləri var. Bu nədir? Bu bilsən nədir? Corablardan. Corab geyinirsən ayağa, maska edirsən ayağa, corab geyinirsən onlardan. Sivə ipi, ayda qocaman sivə ipi neçəyədir? Bu trosdur, hə, tros. 50 metr. Qiyməti yaxşıdır. Əsi gərək onu Elşənə tapşırmayı. Alsın mən zivəmi dəyişməyə. İnşallah. Görüm inşallah. Vaxtı olanda mənə deyərsən də Elşin. İnşallah. Şeydir bax. Ay qız. Evə şeydir, paltar qurutmağa. Nə gözəldir. Özə minidir. Bu neçədir bacı? 95 manat. Hə. Amma bu lap yaxşıdır. Baxın. Baxırdı. Çox yaxşıdır. Belə. Heç deyirəm, yıxdınız ona. Qızlar, gəlmişik evə, hazırlaşıram. Demək, istəyirəm belə
Yüngül makyaj deyəndə yazırlar ki, o yüngül makyajdır. Yüngül niyə görə deyirəm? Yəni mən alt, üst belə eləmirəm, amma izləyicilərim qəşəng fikirlər veriblər mənə. Çox sağ olsun YouTube izləyicilərim. Deyiblər ki, makyaj malzəmələrimizi, baxım malzəmələrimizdən, yəni vlog çəksək maraqlı olar bizə. Maşallah qızlar çox aktivdirlər, çox mənə xoş gəlir. Elə adım başı girirəm ki, kimsə nəsə rəy yazır vloqlara. Yazışırıq qızlarla. Çox xoşdur, həqiqətən çox sağ olun qızlar. Mən elə bir ki, bugün çəkirəm, bugünü sabah paylaşıram da, belə edirəm. Çalışıram hər gün vlog paylaşım sizin üçün. Hər gündə qızlar deyir, maraqlıdır, danışıq tərzimiz falan xoşuma gəlir. Mən də sevirlər, məni sevirlər. Əsmərlə yürüyüşdən gəldik. Nədir? Yağış yağır, neyse. Bax da. Evim küləklə məsəd deyirsən mənə. Qızlar, ümumiyyətlə, Essence'in bu I Love Extreme, bu maskarası da çox qəşəngdir. Yo, yağmır. Yağ qarmır. Yağ qarmır. Bu da çox qəşəng maskaradır. Məndə bitir, maskaram bitir ümumiyyətlə. Nənəş keçən səfər ikili sifariş vermişdim teleskopikdə. Nənəş deyir ki, şeydir, onda qiyməti ucuz idi. İndi Trendyolda bahalaşıb da qiyməti. Nənəş deyir ki, bundan şey olsa mənə də alarsan. Deyirəm ana 17 manat ver alım. 17 manat deyir. Deyir, ay sən o qədər bahadır. Deyirəm, hə. Daha arasında qalıb. Hə, deyir yerə istəyirəm. Deyir, 17 manat ver. Yox, zarafasız mən də maskara almalıyam. Amma belə Trendyoldan almayacağam bu səfər. Yəqin ki, şeydir, elə şeydən alaram. Vivian Sabo, şeyin adı nədir? Rossmanndan zatdan alaram. Vivian Sabo yaxşı deyil ki, mən xoşuma gəlməli elədim. Çox pis var, İraq, Zəhranın qulağından İraq. Ürəyim getdi. Sabo, Vivian Sabo, Vivian Sabo. O, Vivian Sabo idi də, yoxsa Dolce Miki idi. Elə adlar deyirlər, indiki uşaqlar qızlar, yaşları azdır, amma elə belə marka adları deyirlər ki, mən bu 32 ildə 32 qəbul edirəm, yavaş-yavaş görürsən. 32 ilə tamam eləməmiş qəbul edirəm. Bu 32 ildə zarafatsız eşitmədiyim şeylər deyirlər. Mən 30-da qalmışam. Gidib. Sən bilirsən də, əvvəl xalalar həmişə bir uzun illər 38 olurdular. Niyə elə görürsən? Niyə elə? Çox daha soruşurdun, deyirlər ki, 38 yaşım var. Ay qızım, nə o? Heç ukladka eləsən, çolkalarım belə qalmadı. Elədir. Hə, takoy işlər, belə. Bu cürənin 14-üdür, 15-idir. Hı? Bu cürənin neçəsidir? 14-ü. Sabah 15-i. Son 14 gün qalıb. Birisi gün bacımın arı gündür. Sən bacımın? Hə. Turkan. Kesin gedə biləcəm. Gelmək istəyirsən də, hə, o? Görmək üçün boyacaq, paracaq. Apar oynayaq mı? Hədiyyə almalıyım, yazmır. 18-i də ad günü, yoxsa? 16-sı Türkandadır, 18-i qaynanamdadır. Qaynananda? Qaynanam getməyib, qalıb burada. Hə. Şeydir, ayın 18-i şeydir, adı nədir? Mustafa'nın ad günüdür. Müştinin. Yəni Müştiyə nə salım? Müşti balam. Ay qız, məni çəkib, şəklimi çəkib qızlar Mustafa, qonşumuzun oğludur. Başım bu boyda çəkib, mən gülən çəkib məni. Deyirəm ki, deyir ay qız başı dönəm. Deyirəm uşaq aşağıdan yuxarı baxır, görür bu boyda başı. Gördüyü kimi çəkib. Gördük ki, deyir, Gültəkin deyir ki, iş görürdüm, məni çağırıb ki, ana bura gəl, mən Abbasın anasının şəklini çəkmişəm. Kocamın aldım, hərfi vurdum. Bugün kocacıyıq. Gəlir, sakit durum. Birdən bir dənə yeri gəlir kocamın. Ağlayı bir eciyin də oldu. Yox, ağlamaram. Ən çox da nə vaxt adam pis olur? Uşaqlar deyəndə. Mən özüm səbirli oluram, başım qarışır o yan bu yan filan. Amma ürəyimi bir kardiolog kimi açıb baxsan. Orada nələr var Nələr görürəm. var görərsən. Kardiolog çox deyirəm, sən Allah. Qobu sırğalarıma asın bu günəsi. Bunlar çox bəyəndim də, yəni. Çox qəşəng dəqiqədə. Baxın qızlar. Nə düşünün? Nə? Nədir, necə yapsın, mən görsətdim. Yedi qızlar deyirəm ki, şeydir, neçəyə almışdım, nəysə belə də qıraqdan soruşuram, istəyirəm desin qiymətin. Belə deyir. Belə deyirəm ya, həyatımda ilk insandır ki, 7 rəqəmi belə göstərirəm, belə ya belə göstərirlər. Yəni belə bu zülmlə belə 7 göstərərlik demədik ki. Yemin qaldım. Şoka düşdüm. Bu qız məni hər dəfə şoka salır da.
Hələ daha YouTube izləyicilərimə danışım. Benim belirleyicim. Belə göstər baxıram ki, gör necə göstərir ki bu. Belə yet. Mən nə bilim bu yetini belə göstərir. Belli özdə. Tuta da bilmir. Adam barmağını bura tuta bilmir. Bu kız məni öldürürdü. Sonra deyir ki, mən niyə ilişirsən? Hələ sən o şimdi bunu bizim WhatsApp'da diyet grubumuz var da Instagram izləyicilərimlə. Diyet grubumuz var kızlar. Dünən nəsə mənə ilişdi o yan bu yan. Mən də buna bir iki söz dedim. Nəhayət qərar verdi ki, biz bir yerdə gedirik yürüyüşə də bu günləri. İndi deyir, səhər mənə deyir ki, ay mən özdə diyeti pozmuram. Mən gedirəm yeriyişə. Deyirəm ki, Əsmər o qədər öyrəşmirsən saat 12-yə kimi yatmağa. Yürüyüş sözü diləyə yaraşmır. Yeriş nə das? Ondan sonra izləyicilər yazır ki, grupta kızlar yazır ki, şeydi. Melba xanım, Əsmər xanıma para bildiniz yeriyişə. Ya bu dedim ben. Mən də ki, Allah ağzıma bir söz salmasın da. Allah hiç kim seni ağzına salmasın. La. Sonra qoğanın şeklini atıydı. Vallahi. Heç nə. Səsini çıxartma. Əsas səsimi çıxarda bilmirəm. Hər gecə gündüz kimdir. Elə özümü sudan quru çıxardıram ki, izləyir yazıq elə bilir ki, belə də olmalıdır. Bir qoğanı yedin, sudan quruda çıxdın. Hə, elə qəşəng. Hamı bir anda pozmuş saydı. Hamı gördüm, biri dedi şokolad yemişəm, biri dedi nə yemişəm. Səndən sonra hamı çıxartdı səsini. Sən də belə hamımız pozmuşuqmuş. Qızlar, Şoqmuşum mən də. pozmuşuqmuş. Uzaq pozmuşmuş. Geçen sefer yok gam deyirəm izləyici yazıb ki gam YouTube'da elə yazıb gam mıksız yemeği bak. Özüm öz şeyimi deyirəm, düz deyirəm də. Pozmuşmuşuq. Ağız tərlədi üzüm. Məni yayın fikri götürüb, yay başlasa. Adam bezir də. Ya özdə mən vəbşi qızlar çox tərləyənəm. Bu necə bu jiletlər xoş gəlir? Hə, qəşəngdir. Qəşəngdir. Hardadır, hansı səhifədə? Iris Collection var orada. Iris Collection'da da qəşəng paltarlar olur da. Benim görüm bəyənirsən bu jiletləri. Mən jilet, üst geyimi, pencək falan çox xoşduram, mənsə. Qəşəngdir o belə. Eləsi var belə qaş. Bu iki cür var amma bu daha qəşəngdir elə bilirəm. Belə də var. Mən cins pencək vurmuşam da, bildiyin, dedimə kuponuma cins pencək vurmuşam, qaçdı. Ona da elsi var ki, 2 dənə beləsi var ha. Onun belə qollusunu aldım. Nəsə boynu, elə ki boynun donu da, bu koftanın donu. Bu da New Yorker'dan almışdıq, Zəhrə ilə ikimizə. Zəhrə XS alıb, mən də XL almışam. XL. Mən XS bədən geyinəsi olsam, üzümdən nur qalmaz ya, Allah haqqı məni. Nursuz meyvə. Yox, çox pis gəlir. Az Angutella. Vallahi o qədər yəni pis yaraşır. Çox pis də, yəni mənə heç yaraşmır. Nəysə, pamadamı belə çəkdim. Pamada çəkmədim, yox, kontur çəkdim. Pamada da çəkim. Demişik qızlar, Xırdalana. Bilirsiniz də Xırdalanda bir iki əksiyimiz vardı, əslinə. Onları aldıq. Alarkən bir şeylər çəkə bilmədim üçün. Hava ilə soyuq idi ki, nəsə çəkməyim qəlbimdən çıxdı, inansız. Donuyoruz ikimiz də. Gəlmişik, Xırdalandakı işlərimizi həll eləmişik, gəldik Kolorit kafeyə. Mən bu kafeni ümumiyyətlə çox ayrıca çox sevirəm də, çox bəyənirəm. Hər bir şey gözəldir. Ayrıca siqaret otağı, ayrıca yəni hər bir şey ayrı-ayrılıqda səliqəli, detalları ümumiyyətlə xüsusilə bəyənirəm. Əsmər krevetkalı seçib öz Sezarım. Mən isə toyuqlu seçmişəm. Krevetka yeyə bilmirəm nəsə. Kızlar gelmişik Kolorit'in hamamına, tuvaletine de. Burada yazılanlara bakın. Deyir həkim, ərim yuxuda öz-özünə danışır. Mən neydim? Oya qalanda qoya da danışsın. O kadar eşlik çıktı buralar. Qəşəng yazılar var. Evet, için göstermeyeyim ayıptı. Maraqlı. Hər yerdə bir notlar var ve həqiqətən çox gülməlidir. Xoşbəxtlik tuvaleti görüb özünü ora çatdıra bilməyin. Ağla demiyorum, hobi olarak yine ağla. Kıskananlar oldu, delilenler oldu. Dedim olabilir. Çok geceydi ya. Kulağım. Burada kişiler kim deyir yeryüzünde cennet yoktur. I don't
Girl, I am hungry. Buna baxın qızlar, bu mənə aiddir. Elə bil bu dünyada yaşamaq üçün deyil, yemək üçün gəlmişəm. Çox gecəydi. Bu arada biz... Bu ne kaçtı gizlendi? Tayfa sana yezinler yemek istiyor. Her tarafta burada elleri de her tarafta. Ay kız buna bak Almarket'te süt bankalar var diye yazın yığmıştım. Onu elim geldi ben onu takacağım ona. Color you drink. Çok hoşum gelir buran. Ha o. Burada da melek kanatları var əhəsi. Bizə çay ikram ediblər. Qəşəng. Bu nə mürəbbəsi əsmər? Nəsə mürəbbədir bilmədim. Dairəsində minisədərəyə gəlmişik qızlar. Əsi. Minisədərəyə belə bu çaşkalar mənim çaşkamdan çox bəyənildi. Bu 3 manat. Bunlara baxın hələ. Bu da 3 manat 50 qəpik belə kvadrat çaşkadır. Qəşəng. Burada maraqlı şeylər olur. Sənin bu hərfidə. Özü məndə muramırdı. Qəşəng çaşkalar var burada. Qəşəngdir, pis deyil çaşkalar. Bu səfər, keçən səfər heç yaxşı şeylər yox idi. Bunlar var ha. Bunlar şeydə, Sumqayıtda var ha. 99 qəpikdir. 1.50. Aha, bu da qəşəngdir əslən. Bax, bu da qəşəngdir. 99 qəpikdir bu. Kofe üçün qəşəngdir. Amma qırıq deyə, çoxu qırıqdır çaşkaları. Ha. Ələ, mən sənə verəcəm deyirəm, yadıma düşmürük. Maraqlı şeylər var qızlar burada. Qəşəngdir. Bal qabı, su qabı. Çoxdan bura gəlmirik, əsmərlə. Bura əslində əvvəllər laf tez-tez gələrdim. Belə. Vardı qəşəngdir. 4.49 belə. Bu biraz sündürləri xoşuma gəlir amma. Lap uzunları. Belə də var. Deyirsən, bu təki belədir. 7.50 dəst təki. Belə. Burada da şeydir, adı nədir? Qazan tava filandır. Nə yazıq da çaynik məsələsini. Belə də var. Bu da qəşəng. Bu da yaxşıdır, Əsba. Sadə. 24 manat. Bax, ağ sadələri də var, Əsə. Bəzəksiz çox hər yerdə tapmaq olmur, Biraz bu şirəlilərin belə interesli olur, belə yumru fasonu. Elə ki, biraz belə forma adi, hə. Belə də, bunlar da yaxşıdır. Görürsən, bunlar saralıb zad eləmir. Çaynik məsələsində bir qərar verə bilmirəm də. Məndə bundan var, gitsin də. Çaydan məsələsində düdüklü də mənim ürəyimi sıxılır ucundan. Hani qəşəngdir? Qəşəngdir Əsə. Az bunlar da qəşəngdir Əsmər, bax. Ay Allah, nə qəşəngdir. Qəşəngdir. Neçədir? 13 manat. Ha, cəzbədir o elə. Şirəlidir, ha? Şirəli deyəndə Rasim, Abbas yadıma düşür. Bunlara. Uş baxışda, əs baxışda. Yaxşındaydı. Hə, nostaljidir lap o. Yağdanlıqlar da var. Mənimkindən yoxdur, mənimkindən lazım. Paltar hissəsidir qızlar. Qab-qacaqdan keçdik paltar, ayaqqabı, belə iç geyimləri, pijama falan. Çöldə bir soyuq vardı, bizi pis günə qoydu da. Mən çox vaxt gələm buradan. Söz vermişəm də sizə bir gün təmizlik vasitələrini çəkəcəm, nələ təmizləyirəmsə. Həm belə deyəcəm, mağazalarda gördüklərimi də çəkəcəm sizin üçün. Evdə istifadə elədiklərimi də, hansı ki bitir çox vaxt, o yoxdur da. Onları da çəkəcəm sizin üçün. Amma gəldim bura, bir-iki məhsul qoy göstərim sizə gəlmişkən. Qızlar, baxın bu. Bu var ha. Bax bu imanlı İran persi o qədər gözəl təmizləyir. Bax ağ paltarları falan hamısında çox qəşəng, çox məmnun. Onun qoxusu üçün ürəyim gedir. Yox, hələ persilim var.
şey eləməyim. Bədxərclik eləməyim. Bax o qəşəngdir. Sonra sizə nə edim? Yaşıl rəngi də pis deyil. Burası mən qoxusuna görə mavini daha çox sevirəm. Sonra qızlar baxın sizə bunu göstərim. Bax bunu mən keçən səfər Əsmərədə məsləhət gördüm. Divan təmizləyəndi. Divan, xalça filan belə yumşaq mebeli təmizləməyə yaxşıdır. Çox qəşəngdir. Boyu da böyükdür, 2.40-dır. Belə təmizlik vasitələri satılan mağazalarda olur. Sonra baxın, Kalgonun mən həmişə solusunu alıram. Maşın üçün, maşın təmizləmə. Bu da gözəl təmizləyir maşını. Qəşəngdir. Sonra nə deyim qızlar sizə bildiklərimdən. Görüm var. İranda mestosu yoxdur. Olsaydı sizə onu da... Amma o biri mağazaya gedəcəkdə özümüzə almağa. Onu da sizin üçün göstərəcəm onu da. O da qəşəngdir. Belə başqa nə deyim sizə. Buralardan görün bildiklərimdən. Bu heç bu barədə danışmışam sizə. Çamaşır sodası. Mən özüm burada baxın belə var. Kilola alıram persolu çox vaxt. Çox vaxt da belə patika alıram. Qəşəngdir. Sonra qızım bəzi şey göstərməsin, qərar verdim, yox göstərməm, ayıbdır. Birdən çıxıb kimsə nəsə deyəcək, gəl də indi uğraş. Baxın Günlar sabunları bu. Bu Günlar sabunları, İran sabunları çox qəşəngdir. Bir dəfə salfetka. Qoy salfetka götürüm. Görüm ondan varsa ondan götürüm, yoxsa mən biraz enli, salfetka qabım enlidir deyənə çalışıb enli götürürəm. Ya da bundan götürməyim, görüm o biri təmizlik vasitəsi yerinə gedəcək, orada olsa ondan götürərəm. Belə. Görək. Başqa nə var? Tualet kağıtları. Belə də yəni geniş bir yerdir qızlar. Hər şeydə var maşallah. Belə. Qızlar. Burada da belə şeylər var, xırdavatdır. Yəni demək olar ki, buradan axtardığınız hər şeyi tapa bilərsiniz də. Yəni Biləcərdə ən gözəl yerdir. Əslində bunlar 1 manat dükanda 1 manat. Mənim spatulalarımı falan buradan alıb tamamlamışam. Bəzilərini Kəbrə xaladan alıb tamamlamışam. Belə. Süfrələr falan da var. Belə. Burada mini sədrəyi vardı qızlar. Tren yol vardı Biləcərdə. Onun yerinə belə söküldü, şey açılıb. Belə çərəz yeri, təmizlik məhsulları satılan yerdir. Bəlkə də çoxlarınız tanımırsınız. Gəlim indi Günlar. Baxın, bunu deyirəm. Domestos o qədər gözəldir də, çox qəşəngdir də. Onu aldım. Alacam, indi götürəcəm. Başqa sizə göstərim məhsulları burada. Hər şey var da yəni. Belə. Olar hələ. Günə. Nədə o öyle ürəyim batdı. Bunlar da mürəbbə qabıdır. Deyəsən nəsə. Mürəbbə qabı. Baxın. Üçü də çərəz qabın başqa cürəsidir. Mən aldığım. Üzgüncə bax, mən 30 almışam. 12.50'dir. 32.50'dir qızım. Üçü 32.50. Hayda, əsi bunlara bak. Əsi. Amma mən şüşə kafeyindən xoşum gəlmiş. Buna bax. Ay qız, dəmləmə. Sən almadın onu? Yox, mən bundan aldım. Bundan yox. O da qəşəngdir. Nə görsəm istəyirəm. Mən də qap xəstəsi olub getdim. Bu nədir? Diskoteka kimi. Gözüm çıxdı. Buna da hər gəlib baxıb hesablayıb gedirəm mənsi. İnşallah. Əsi buna bak. Bu da nəsə maraqlı bir şeydir. De bu, Əsi. Bax, bu model deyirəm. Lap arxadakı lap qəşəng bax. Bunlar qəşəng deyil, çaynik. Şirəli alacağım bu səfər. 16.80-dir, yaxşı düzdür. Qiymət yaxşı alacağım sənə. Bəsdir də. Nə götürsəm alacağım. Bu deyir ki, soğan olsun, nağd olsun, aradan çıxardır. Asıl, ay bu neyse. Ne qırsan? Güzeldir. Burası mən rəngsiz istəmirəm. Kaş bunlar eləcə mal olsun olar və yaxud da tək ağ olar, heç nəsiz. Belə də sevmirsən. Heç səhv də yox da. Onun qasını çoxdan almışdım. Onu ağzım bu dəqiqə pulun yox vaxtında onu çoxdan almışdım inanç. Sən
lazım idi. Şey, Sabah qarşıma gedəcəm. su da istəyirəm, yoxdur burada görsən. Əzi günə keçərdi. Mən onu sevirəm. Görsən xarab olmaz bu. Yox, xarab olur ki. Əslində niyə xarab olur ki? Və deyir, qızlar deyir ki, qabağı soyulur. Götürülür bu Az şey. YouTube'da söyledi batırdı. Qəbirlədik. Yox, qoyacam. O mən bilsən gəlmə. Qoyma deyirsənsə, avtomatik belə qaşınla qoyacam onu. 2 manatdır burada. Mən kesin 1.60 alıyorum. Bu nə demək? 1.60 keçən səfər deyən, indi 1.60 aldın da, qəpişdik. İmkan bir şeydim özüm götürərdim. Əsi bunu bax. Nə maraqlı çaşqadır, baxın. 6.30. Bunlar da. Yazmaq üçün buradan qız apardım, getdim qırmızı evə çatan kimi sındı. Evdə getdi, düşdü, sındı. Belə. Sabah qaşa. Deyir ki, YouTube'da mən pis qız kimi tanımasın. Da keçdi şey əsmər. Instagram'a çəkdin sən onu. Hə? Instagram'a çəkdin. Yo, YouTube'a. Mən yolda uşaq hamı qorxur ya danışmağa. Bilirlər ki, paylaşacağım gedəcək. Deyir ki, Güləcən deyir, söhbət elədiyimiz yerdə bir baxıram ki, deyir, YouTube'a qoyub. Ya Instagram'a qoymuşsan, bir abr eləmişsən, deyir mən. Burada yaxşıdır, onlar şüşələr qəşəndir. Bu arada bilməm, qeyd elədim videonun başında yox. Mini sədərək deyil qızlar. Baxa. Bu dabları hər görəndə kirayədə qaldığımız vaxtlar yadıma düşürük. Müvəqqəti olaraq saxlama qabı bunlardan almışdım. Hardan hara? Əslində balaca lazımdır. Balaca ağ lazımdır əslində. Amma tam belə istədiyim kimi bir insan dipçi alanda da 2 saat seçər. Heç çox sesli deyiləm, amma bir-birinə uyğun gəlsin deyiləm, bilməm neyim. Gəldik qızlar, bazar storada dedik, baxaq, görək nə var, nə yox. Dünən indirimlər əslində bitdi, birisi böyük indirimlər vardı bazar storalarda da. Dünən bitdi əslində vaxtı. Biz də indi bu gün gəlmişik. Deyirəm, biz də indi bu gün gəlmişik, dünən bitdi. Hə. Ay, hə, buranı belə göstərim, sonra təzən göstərmirəm. Axam, bir söz deyim, Axam, sizə nəsə lazım deyəcəkdir də biz bura. Hə, sən gəlsən burada. Git nə işin var, həll elə. Dobrə. Əvvələn bazar storunda qəşəng çaşqalar olur deyə əsə. İndi elə deyil. Nə qədər alardıq ayda. Qabların falan. Mavi qəşəngdir amma. Bəs onların nəticəsi çox gec gedir. Hə, valla. Yolda qonşularımla rastlaşdım. Gəldim evə. Gələn kimi yeyinirəm. Qəşəng. Stəkanlarım vardı 1-2 dənə. Çatdırıb görə bilməmişdim. Tələsirdik deyə. Sonra onları tez yuyum götürüm qızlar. Hamısı da şüşədir gördüyünüz kimi. Uşaqlara da bir dəqiqə hazırlıq görün. Bir şeylər hazırlayın. Yesinlər, içsinlər. İnansız, əlimin bu kəsik yerini hər stəkan ovalayanda dəyir, elə ağrıdır. Tam elə bir sağalmır da. Amma qızlar deyir ki, mehriban şeydir. Bu elədir də, yəni tikiş olanda belə olmuş səndəmə. Nədir? Abbas gəlib çay istəyir. Çay qoymuşum, qoy fit çalsın. Verəcəm, gözlə, eləmə. Götürmə oğlum. Ayda. Nədir? O, Gülnar sabununu bura saxlayıram. Niyə saxlayıram qızlar?
Tez-tez bir də görsüz lazım olur. Bu dəsmalları burada belə yuyuram. Gözdə Abbas. Oğlum, get o biri evə, mən sənə verəcəm də. Dedim axı verəcəm. Hə. Nədir? Verirəm, ha, verəcəm. Get o biri evə. Gəl düz durub yanımdakı ver. Deyir, əşib ha mənlə. Biraz da Gülnarın bu domestos vəziyyətindən əlavə elədim. Sürdüm. Çaşqaları bura qoymuşdum. Yenə sarı kəsib buranı. Nədir? Nədir Abbas? Durmuşsan burada. Nədir oğlum? Nədir? Yaxşı da yaxşı. Gətirəcəm. Gətirirəm. Orada qızlar bir manatlıq mağazadan almışam. O masalka qoyanı da manatlıq mağazalarda olur. Uşaqlar nəsə öskürürlər. O yel tutub ha uşaqları. Həyətə zada düşürlər. İstərsiniz hava hələ sərindir. Tərliyirlər, soyurlar. Beləncə soğuk uşaqlara. Nədir oğlum? Kola nədir? Yox. Kola yox. Çay verəcəm sənə. Çay? Hə, çay verəcəm. Nədir? Nədir? Baxın mənim. Nədir? Hə, baxıram sənə. Nədir? Çay da çay. Çay, şirin çay. Nədir ama? Abbas bəydir qızlar. Abbas bəy. Düz durub yanında. Sonra gitti. İçmirsən, çay içmək istəmirsən. Ama. İçsən. Görsün qızları da fərq elədi. Tərtəmiz oldu. Hadi böyle kana. 5 dəqiqəyə ağarır. Biraz domestos dökürəm. Günlərin özünün domestosu qəşəngdir. Nədir Abbas? Yox, orada gözlə, mən verəcəm sənə. O bir dənə. Bu da belə bir şeydir. Manatlıq mağazadan almışam. Belə sekkanı, qubqanı qoyuram. Belə. Ay Allah. Bozuk radio kimi gəlib durdu yanımda ya. Dedim gətirəcəm də. Get otur, get. Abbas, get Rəsmin yanında otur. Get əllərini yuv. Gəl bura gözlə görüm. Balası. Getdi. Ata getdi yenə. Atası getdi. Kimlə qızlar qoydum doğan qəşəng qızsın. Uşaqlara bir qab doğğa yedizdirim hərəsinə. Rahatlaşım. Qızlar, biraz paltarlarım vardı. Onları atdım, yulsun. Hava elə soyuqdur, dəhşət. İçəri sərəcəm. Burada da uşaqların bağça pastellərini gətirmişəm. Atmışam. Bayaqdan asmışam da. Quruyacaq. Əslində qaynadılmalı çay dəsmallarım falan da var. Burada ayırıram. Sonra başqa kirli paltarlar var. Amma hava belədir. Mən yuya bilməyəcəm hələ bunları. Ona görə ayırıb qoymaq istəyirəm bir kənara ki, qəşəng bir də padvala gedəsi şeylərim var. İstəyirəm araya salım, onları da aparım qoyum padvala. O qədər işim var burada. Hava açmır ki, rahatla işlərimi görüm də. Bunları həll edə bilsəydim əla olardı. Şahin yoxdur? Gəlmədi, hə? Nətərsən boy deyil? Bir zaman mırt. Mamagil gəlib qızlar. Gəldilər. Ayda bunu ilə xoşum gəlmişdi. Keçən səfər yeznəm almışdım. Mənim üçün çox bəyənirəm də bunu. Mango qurusudur qızlar. Çox dadlı olur. Çayla içməyə yaxşıdır. Özü təbiidir bu. Torabika cappuccino. Trufle. Mango. Marshmallow. Değmiyor mu bunlar avokado? Avokadolar. Bakıyorum. Flexi. 1 lira ne almak lazım baldızına. Flexi. Bu böyle bir tane şey almıştı, bölüştü. 5 tane getirmişti. Ha. Sen Arbuzdu. Maraqlıdır. bu reçeli Burada da kızlar konfetler onda. Bu
Bu da içməli yoğurdu. Çox dadlı idi bu arada bu. Qəşəng çay dəmlədim qızlar. Gəldilər. Eşdən kimi gəldilər. Burada belə böyürtkən mürəbbəsi vardı. Onu da açdıq. Çay içirik. Keş yerləri məlum deyirəm, hamısı içib gəlirlər. Dedik qızlar. Uşağımı öldürürlər. Abbas ne dediler? Öyle. Öyle bir dediler. Öyle. Aksa böyle. Böyleydi hamısı. Orada her şey böyleydi. Ha? Abbas dedi. Ha? Bir şey diye onu eləmişdi o. Ha? Bir şeyleri. Baba. Anormal xalanın əlində uşaq. Asıl bir şeydi. Bu da gəlir bana sürpriz verir, yumurta verir, Nutella ancaq bana ziyan. Hoşu neydi? Biz ona var gidip hazırlaşalım. Gidelim yavaş-yavaş. Ay Allah hoşu neydi? Ay döndü değil. Hoşu neydi? Hayal. Hadi demedi. Yok. Baş üstüne, baş üstüne. Kız xəstədir. Neydi? Telefonum düştü. Yok koy da canım kızını da götürelim. Anne, baba, sen kime deyirsən qıza bax. 5-ci sinif uşağına oxşuyur. Azaz değil mi? Değil. Ona değil bu. O vurur, özü vurur, mama özü vurur. Sen bu. Bir culladır da bir culla. Ha, değil Aman bu. oradan telefonu Ay Hoşu neydi? İkisi de değil. Az eləmə. Adam elə bil ki, arpa səpər, buğda səpər, gələr düzərməz ha, elə bir şeydir o. Qəsəb keçir. Sen onu götür olduğu bizim başım değdi o sevgi. Bu dəcəl oğlanları qoydum yerlərinə. Orada bir-iki dənə şey var. Onları indi götürəcəm. Qızlar qurumaq üçün qoymuşdu. Yatsınlar. Stəkanı da götürün. Bu arada biraz öskürürlər. Soyuq dəymələri var da. Biraz nasaz kimidirlər. Qızlar belə oftol. Baxın gel var idi. Qızlar biraz qiyməti bahadır. Amma belə öskürəndə, biraz soyuq dəymələri olanda kürəklərini bu gellə oxalayıram. Çox yaxşı ağrılarını götürür. Ümumiyyətlə beldə, boyunda ağrıları falan götürür. Mənə də bunu mamam məsləhət görüb. Mamam da rəfiqəsi deyib ki, bəs uşaqları belə oxalayanda sırf bu gelləndə soyuq dəymələri falan götürür. Mən 18 manat 50 qəpiyə almışam. Qızlar biraz bahadır. Əslində 100 millidir. Amma demək olar ki, qış boyu mən bunları bundan oxalamışam da. Qızışdırır kürəklərin. Belə jiletlərini geyindirmişəm əyinlərinə. Baxacam da gecə tərəsilər paltarlarını dəyişəcəm. Yatın. Qızlar demək mama gil getdi. Rannerimin bacım bəyənmişdi. Verdim ona. Qızlar burada bu rannerim var ha. Buna şam əriyib düşüb də getmir. Instagramda da bölüşdüm. Görün bəlkə qızlar nəsə məsləhət verə bilər. Belə sabunla falan yudum getmədi. Baxın bir neçə yerdən bu işdə. Amma çox xoşum gəlir də. Yəni bunu mən Əcəmidən şeydən almışam. Ayda yerin adı nə idi da deyəcəm. Özbək malları, Türkmen tekstildən almışam. Çox bəyənərək istifadə elədiyim bir rannerdir. Ümumiyyətlə çox sevirəm də qızlar rannerləri. Belə buraları ortalığı toparlayıram, sildim, qabları apardım, geyib qabları yuyacağam. Belə biraz beyliyim. İstəyirəm pilisoslayım da. Yer hamısı şeydir, fıstıqdır. Buna baxın hələ. Bunları da götürəcəm hələ. Bunları da yığışdırım. Gedim qablarımı da yuyum. Uşaqlar hələ yatmayıblar. Bu qətdanlarımı da ayrıca sevirəm. Düzdür, bugün nəsə mağazalarda çox qətdan görmüşəm. Ürəyim gedib. Nəysə, bir şeyə çox baxanda çox istəyirəm. Belə. Bu da belə hazır. Yataq otağını qızlar qəşəng pilisosladım.
yataq otağı üstə. Qonaq otağını pilisosladım, qəşəng təmiz, səliqəli. Bura indi çıxardacağam pilisosu. Gəldim ki, oğlanlar yatıblar qəşəng ikisi də. Bayılıblar. İkisi də üstlərini örtdüm, yenə üstlərini açmışlar. Mən örtürəm, bunlar açır, mən örtürəm, bunlar açır. Demək gəldim otağıma qızlar və başlayıram üz baxımı eləməyə. Deyəcəksiniz, Mehriban elə ancaq bunu çəkir. Qızlar, mən əslində aşlamaq istədiyim nədir? Üz baxımda qızlar davamlılıq. Yəni istəyirəm siz də görəsiniz ki, mən həqiqətən də davamlı olaraq bu baxımları eləyirəm. Çünki üzümlə bağlı yaxşı sözlər yazırlar xanımlar. İstəyir Instagramda, istəyir belə. Bir də qızlar, bir şeyə aydınlıq gətirmək istəyirəm. Baxıram, hamı çox qəşəng, aktiv şəkildə yazırsınız. Hər birinizə təşəkkür edirəm. Like da eləsəz, şad olaram kanalıma. Bir də bəzi xanımlar var ki, yazırlar təkrar ki, nə bilim, ay filan kəsə oxşadır sözü sahibi. Qızlar, vallahi mənim daimi izləyicilərim Instagramdan da var. Oradan da keçirib, YouTube'da da məni izləyirlər. Mənim xarakterimi bilən insanlar bilirlər ki, mən necə var elə insanam. Yəni, baxıram, düzdür, indi YouTube-la tanış oluram və indi YouTube-daki YouTuberləri görürəm. Mən heç bilmirdim ki, indiyə kimi YouTube-da da belə, yəni ev vlogları çəkən xanımlarımız var bizim. Vallahi bilmirdim. Bizim Ayda xanım var, Ayda vlog. Həmin xanımı da mən Instagramdan tanıyıram. Instagramdan o da keçdirib YouTube'a və onun sayəsində sağ olsun bir çox köməkliyi mənə dəyib və onsuz da biz onunla bir-birimizi Instagramda da tanıyırdıq, danışırdıq, salam sağ olumuz var idi. Buradan da yəni baxıram. Yenə də onun çəkilmək qaydası belə çox fərqlidir, daha estetikdir, daha belə necə deyim, müasir çəkiliş eləyir də, necə deyim də, könlə xitab eləyir. Mən necə gəldi çəkirəm, qızlar, mən Instagramda da elə çəkirəm, necə gəldi, yəni, baxmıram kimin saçı əyridir, başım əyridir falan. Düzdür, bəlkə də kimisə xoşuna gəlməyə bilər, yəni izləməyə bilərsiniz, burada məcbur bir şey yoxdur. Amma yəni mən çalışdığım qədər necə var elə, yəni mən heç vaxt bir danışdığım sözü, elədiyim hərəkəti, ümumiyyətlə nə var nə yox, dartan insan deyiləm də, yəni çəkən insan deyiləm, nə var elə də gəldi. O cür. Yəni, kiməsə də oxşadırsınız, xanımların adlarını çəkirsiniz, vallahi sayəvizdə girib baxıram. Bəlkə də yenə dediyim ki, oxşasın da, yəni şükür Allaha çəkdiyiniz ad xanımlar, maşallah hamısı, yəni uğurlu xanımlardır da. Hə, nə olacaq ki, pis bir şey, tərbiyəsizliyi və yaxud da üzr istəyirəm, əxlaqsızlığı tərənnüm eləmirlər ki, nə olacaq? Ev xanımları da. Onsuz da bizdə xanımların çoxu şəndir, deyib güləndir, zarafatçıldır mənim kimi. Mən də onlar kimi. Burada nə var ki, bu pis bir şey yoxdur. Çalışdığım qədər biraz tez yatmağa çalışıram. Axır vaxtlar yatmaq düzənimi səliqəyə salmağa çalışıram qızlar. Daha doğrusu, niyə o da? Çünki qızlar, necə deyim, ümumiyyətlə mənim yoldaşım evdə olanda da, yəni Naxçıvana təyin olunmamışdan qabaqda, evdə olanda da hansı günlər ki, işdə olurdu, iş gecə qalırdı, növbədə olurdu, həmin gecə mən yata bilmirdim, özüm nasıl deyildi, yəni mənim yuxu rejimim, o gedəndən, o gələndə, qızlar, mən bir yatdım, bir yatırdım, bir dincəlirdim, yəni elə bir rahat idim da, elə bir dünyanın yükü çiynimdən qalxmışdı, rahat yatırdım, dincəlirdim. İndi yenə o yoxdur, özümdən asılı olmur, gecələrə kimi oyaq qalıram, yuxu rejimi pozulub və pəhrizdəyəm, bilirsiniz, riayət eləməyə çalışıram pəhrizə də. Bu arada pəhrizlə bağlı da çox xanımlar yazır ki, necə pəhriz saxlayırsınız. Çalışacağım bir günümü elə də sizin üçün paylaşım, nə yeyirəm, nə içirəm, nümunə kimi də. Necə arıqlayıram, ümumiyyətlə nə qədər arıqlamışam, indiyə kimi kökəlmişəm. Bunlar barəsində də danışmaq istəyirəm qızlar sizə. Bu arada üst-üstə krem vurmuram qızlar. İlk öncə toner vururam üzümə. Toner vurandan sonra bir dəfə salisil, bir dəfə hyaluronik asid, bir dəfə C vitamini belə istifadə edirəm. Daha sonra, ən sonunda da bu gözümün altına gözaltı kremi, bir də məndə belə gecə kremi var. Gecə kremindən də üzümə vururam, qəşəng. Geyib yatıram, dincəlirəm.
Yəni mənim üz baxım rutinim belədir. Ən azından, yəni heç bir serum belə vurmasam, üzümün makiyajını yuyub, təmizləyib, tez krem vurub, gecə kremi nəmləndirici elə yatıram. Çünki qızlar istər-istəməz üz təmizləyici gellərdir, köpüklərdir, tərkiblərində kimyasal var da, üzü təmizləyəndən sonra qurudur dərini. Ona görə nəmləndirmə şərtdir. Ona görə beləncə yüngül hərəkətlərlə üzümü nəmləndirirəm. Belə. Bir də Samsungla əlaqədar olaraq biraz effekti yaxşı olmaya bilər telefonumun. Yox, canımız sağ olsun. Belə. Qaşlarıma da Evaline-ın bu belə qidalandırıcısını çəkirəm. Artıq demək olar bitirəm. Mən də gərək yenisini alam. Görək sabah inşallah ki bu qaşları həll eləyəcəm. Bugün çatdıra bilmədim. Sabah həll eləyəcəm. Bir günə gəlgən saçlarımı həll eləyərəm Allahın izni ilə. Saçlarımızı da həll eləyir. Saçlarım da çox ağarıb, dəhşət ağarıb. İnşallah həll eləyərik. Bir də şampunlar var qızlar. Mən də satışına başlamışam. Bu şampunlar, qəhvəyi şampun, nə bilim, qara şampun saçlar üçün də rəngli. Hansı ki ağları örtür də. Onlardan özüm də prova eləmək istəyirəm. Kimə ki satmışam, xeyrini görüb, yaxşı geri dönüşlər eləyiblər. İnşallah görək o şeydir. Saçlara özüm də saçımı boyayandan sonra görüm necə təsir edəcək. Çünki mənim saçımda çox ağlar var bu dəqiqə, dəhşətli. Belə burada bilinmir, havada dəhşət bilinir. Belə qızlar, yəni baxımım bu qədərdir. Bir də əlimə də krem çəkeyim. Qızlar, Evaline-ın belə daban çatları üçün super kremi var. Mən bunu Instagramda da səhifəmdə bölüşmüşdüm. Həm daban, həm ələ istifadə edirəm mən. Nə mənası var kremdə. O qədər yumşaldır, o qədər gözəl təsir edir. Axşamdan əlimə vururam, səhər qalxıram ki, əllərim pambıq kimi olub da. Çox yaxşıdır. Vurdum əllərimə də. Bu arada manikurumun da qızlar vaxtı demək olar ki, çatır. Baxın, uzanıb. Burada nəsə biraz qopma hiss edirəm. Qəşəng bir şey seçmişəm, inşallah. Sabah inanmıram vaxtım olar. Birisi gündə yox. Ya daha o birisi gün bilmirəm. Biraz da mavi rəngdən sıxıldım, tez sıxıldım. Bilmirəm yaşla əlaqədar. Əvvəl o qədər rəngarəng rənglər seçərdim ki, mənim dırnaq ustalarım həmişə deyirdilər ki, sən qəşəng formalar seçsən falan. Yaşın gətirdiyi özəlliyi nədir? Daha sadə bir şeylər istəyirəm. Bəyənirəm neysə, sonra çox tez yoruluram. Az qalım gedəm deyəm ki, çıxardı, onu çıxardı. Öz dırnağına geldi bu arada məndə. Düz, qəşəng də, səliqəli qalıb, sadəcə uzanıb, ürəyim sıxılır. Biraz uzanıb özdə. Mənim dırnağım ümumiyyətlə çox tez uzanır. Heç qaşım, saçım elə uzanmır. Dırnaqlarım çox tez uzanır. Belə, qızlar, bu necə deyək, vlogun da sonuna gəldik. Maraqlı rəylərinizi, yenə dediyim kimi, vlogun altında gözləyirəm. Nəyə bəyənib, nəyə bəyənmədiniz, yazsaz şad olaram. Təbii ki, hər şey çərçivədə. Maraqlı nə istəsəz, yenə də yaza bilərsiniz. Mənə də fikir olar. Çünki xanımlar yeni fikirlər veriblər mənə. Onları mütləq tətbiq eləyəcəm. Sizlərlə də. Saçım buradan yığım, belə başım. Belə. Gedim, dincəlim, yatım. Yuxu çox önəmlidir. İstir stressdən bağlı, istir mədə, bağırsaq, hər şeyin inkişafına bağlı yuxu çox önəmlidir. Çalışın, yuxunuza diqqət edin. Gecəniz xeyrə qalsın.